Salam. Deməli, bugün çox maraqlı bir mövzuya toxunacağıq. Bilirsiniz, həyatda işlər tərs gedəndə, yəni hər şey əlimizdən çıxanda, beynimiz dərhal xəyali bir idarə etmə pultu axtarır. Hə, elə bilirik ki, o pult həqiqətən oradadır. Ay sağ ol. Sanki reallığın bir kanalı var və biz sadəcə doğru düyməni basmaqla hər şeyi yoluna qoya bilərik. Məsələn, uşağınız səhv qərar verir. Düyməni bas, onu doğru yola yönəlt. Ya da iş yoldaşınız layihəni ləngidir, düzdür? Tamamilə. Sükanı əlinə al, vəziyyəti xilas et. Bu nəzarət hissi bizə rahatlıq verir. Çünki beynimiz xaosdan ölümünə qorxur. Amma bugünkü təhlilimizdə biz Mel Robbins'in müəllifi olduğu onlara icazə ver, yəni let them nəzəriyyəsini incələyəcəyik. Və çox sarsıdıcı bir həqiqətlə üzləşəcəyik. Dəqiq, öyrənəcəyik ki, o xəyali idarə etmə pultu əslində heç vaxt mövcud olmayıb. Bugün biz idarə edə bilməyəcəyimiz şeyləri idarə etməyə çalışmaq kimi ən böyük hətamızı müzakirə edəcəyik. Və ən əsası, sadəcə 2 kəlmə ilə o həyat enerjimizi, zehni aydınlığımızı necə geri qaytara biləcəyimizi öyrənəcəyik. Çünki insan təbiətinin ən böyük paradokslarından biri elə budur. Yəni, biz dəqiq bilirik ki, dünyada idarə edə bilməyəcəyimiz yeganə şey digər insanların düşüncələri və hərəkətləridir. Amma buna baxmayaraq, gündəlik enerjimizin çoxunu buna xərcləyirik. Bəli, bəlkə də 70%-ni məhz onlara nəzarət etməyə sərf edirik. Bugün təhlil edəcəyimiz mənbələr təkcə fəlsəfə deyil. Biz neyrobiyolojiyaya da baxacaq, beynimizin o stresi anında necə qısapanma etdiyini görəcəyik. Elə isə gəlin bu nəzəriyyənin tam xaosun ortasında necə doğulduğuna baxaq. Mənbələrdə Mel Robbins'in oğlu Oakley'in buraxılış gecəsi ilə bağlı möhtəşəm bir hekayə var. Təsəvvür edin, tam bir fəlakət ssenarisi. O leysan yağan gün. Çöldə dəhşətli dərəcədə leysan yağır. 20 nəfər 18 yaşlı gənc ən bahalı rəsmi geyimlərini geyinib, amma bilirsiniz nə olub? Heç biri restoran rezervasiyası etməyib. Düzdür, heç birinin ağlına belə gəlməyib. Onlar da qərar verirlər ki, Amigos adlı, cəmi 4 masası olan, ayaqüstü taco satılan kiçik bir məkana gətirinlər. Təsəvvür edirəm malin reaksiyasını. Dəhşət. Bunu eşdən kimi ana instinktləri işə düşür. Beynində siqnallar çalır, dərhal telefonunu çıxarır ki, ətrafdakı bahalı restoranlara zəng edib vəziyyəti xilas etsin. Və o an qızı Kendall yaxınlaşıb, onun qolundan tutur. Deyir ki, bax ana, dayan. Əgər islanmaq istəyirlərsə, onlara icazə ver. Yəni, let them, qoy islansınlar. Təzə ayaqqabıları xarab olacaqsa, qoymulsun. Layso, taco yemək istəyirlərsə yesinlər. Bu onların gecəsidir. Sənin yox. Baxın, burada məsələnin görünməyən tərəfi odur ki, Melin o an hiss etdiyi təlaş uşaqların yaxşılığını düşünməkdən çox, yəni... Öz qorxusuydu. Tamamilə, öz daxili qorxusundan qaynaqlanırdı. İnsan təbiətinin təməlində qeyri-müəyyənliyə qarşı dözümsüzlük dayanır. Biz o hadisələrə müdaxilə edərək təhlükəsizlik illüziyası yaradırıq. Yəni, uşağın xəstələnməsini istəmirik, düzdür? Amma oradakı o kiçik müdaxilələr əslində bizim öz narahatlığımızı, o daxili xaosumuzu sakitləşdirmək üçün etdiyimiz egoist bir cəhddir. Həm stoisizm fəlsəfəsində, həm də müasir psixologiyadakı o radikal qəbul anlayışda bu xüsusi vurğulanır. Sən dünyanı dəyişdirə bilməzsən, ancaq dünyanın sənə necə təsir edəcəyini seçə bilərsən. Bilirsiniz, bu nəyə bənzəyir? Sanki kimsə sizi öz maşınında sərnişin oturacağında əyləşdirib, siz isə əlinizə plastik bir oyuncaq sükan almısınız. Maşın döngüyə girəndə o oyuncaq sükanı sağa-sola fırladırsınız. Və həqiqətən maşını idarə etdiyinizi düşünürsünüz. Dəqiq. Çox gülünç mənzərədir, amma biz həyatda bunu hər gün edirik. Lakin mənim burada böyük bir şübhəm var. Yaxşı tutaq ki, mən o oyuncaq sükanı kənara atdım, hər kəsi öz halına buraxdım. Bu məni vecsiz birinə çevirməzmi? Yəni, let them sadəcə təslim olmaq deməkdir. Belə çıxır ki, mən heç kimə qarışmıram, hər kəsə laqeyd yanaşıram və tam təcrid olunmuş şəkildə yaşayıram. Baxın, əgər prosesi ancaq o oyuncaq sükanı atmaqla yekunlaşdırsanız, bəli, tamamilə təcrid olunacaqsınız. Mənbələrimizdə Mel özü də məhz bu tələyə düşür. O dərk edir ki, let them demək sadəcə tənliyin tən yarısıdır. İkinci yarısı da var. Dinləyicimiz üçün daha aydın bir ssenari üzərindən izah edək. Təsəvvür edin, həftə sonudur, özünüzə qəhvə süzüb, divanda əyləşmisiniz, dincəlirsiniz.
Əla mənzərədir. Hə, Instagrama daxil olursunuz və qəflətən görürsünüz ki, ən yaxın 3 dostunuz sizə heç bir xəbər etmədən bir araya gəliblər. Bəlkə də şəhərdən kənara tətilə gediblər. Mədənizdəki o yanğı hissini, o kənarda qalma duyğusunu xatırlayın. Çox pis hissdir. Meklenin başına da məhz bu gəlir. Bəli, o dərhal özünü müdafiə rejiminə keçir və bu lettemi tətbiq edir. Yəni deyir ki, onlara icazə ver gedib əylənsinlər, mənsiz hara gedirlər getsinlər, onsuz da işim çoxdur. Kitabda bunu möhtəşəm bir vizualla yelləncək ilə izah edirlər. O yelləncək analogiyası çox güclüdür. Həqiqətən. Yəni kimsə sizə qarşı mənfi bir addım atanda, siz sanki yelləncəyin aşağısına düşürsünüz, onlar isə yuxarı qalxır. Siz o an lettəm dedikdə emosional olaraq vəziyyətdən qopursunuz və yelləncəyin ən təpəsinə sıçrayırsınız. Aha. Yuxarıdan onlara baxaraq özünüzü onlardan üstün hiss edirsiniz. Amma bir dəqiqə belə çıxır ki, təkcə lettəm demək, yelləncəyin təpəsində tək başına oturmaqdır. Biz problemi həll etmirik axı, sadəcə yalançı bir qürurla özümüzü aldadırıq. Tam olaraq belədir. Lettəm sizin o ilkin yaranızı, yanan egonuzu sakitləşdirən bir ağrı kəsicidir, müalicə deyil. O sizi qurban psixologiyasından çıxarıb, nəzarəti sizə qaytarır. Lakin siz yuxarıda o tanha yerləncəkdə oturub, mənim heç kimə ehtiyacım yoxdur desəz, bəli, bunu deməyə davam etsəniz, bütün əlaqələrinizi məhv edəcəksiniz. Çünki siz əsl səbəbi axtarmaq əvəzinə sadəcə yalançı bir üstünlük hissi ilə kifayətlənirsiniz. Ledicidir. Tənliyin o ikinci hissəsi, let me, yəni mənə icazə ver addımıdır. aha, Mel o emosional dalğanı atlatdıktan sonra oturub, vəziyyəti rasional şəkildə təhlil edir və fərqinə varır ki, əslində rəfiqələrinin onu çağırmaması çox normaldır. çünki o özü aylardır onlara vaxt ayırmırdı. Ay sağ ol. O uzun müddətli işə o qədər qapılıb ki, qadınların heç bir mesajına vaxtında cavab verməyib, onları heç yerə dəvət etməyib. O, kənarda qalmasına görə dostlarını günahlandırmaq əvəzinə öz sosial həyatının məsuliyyətini öz üzərinə götürür. Let me deyir. Bəli, let me, yəni mənə icazə ver işlə dostluq arasında sərhəd qoyum, partilər təşkil edim və dostluqlarımı bərpa etmək üçün ilk addımı özüm atım. Bu, radikal fərdi məsuliyyətdir. Bu həqiqətən çox güclü bir konseptdir. Yəni, əgər başqaları ilə münasibətimiz bir kəndir dartma yarışıdırsa, lettim o gərgin kəndiri əlindən buraxmaqdır ki, əllərin qanamasın. Düzdür. Let me isə kəndiri buraxandan sonra geri dönüb öz yolunu cızmaq, öz qaydalarınla yaşamağa başlamaqdır. Amma, yəni məni düşündürən bir məqam var. Dostların səni tətilə çağırmaması nisbətən sakit bir emosional prosesdir. Bəs vəziyyət daha mürəkkəb olduqda, məsələn, fiziki olaraq məni kimsə təhlükəyə atanda beynim necə lettim deyə bilər? Bax, bu nöqtədə biz psixologiyadan çıxıb neurobiologiyaya daxil olmalıyıq. Harvard Tibb məktəbindən doktor Aditi Nurukarın tədqiqatları göstərir ki, müasir insanların 70%-i xroniki stres vəziyyətində yaşayır. 70%? Dəhşət. Bəli. Və stres sadəcə özümü pis hiss edirəm demək deyil. O, kəskin bioloji bir siqnaldır. Sizi qıcıqlandıran bir hadisə baş verdikcə, beyninizdəki amigdala, biz buna təhlükəni qeyd alan yanğın siqnalizasiyası ya sürünən beyin də deyə bilərik, dərhal idarəni ələ alır. O prefrontal korteks sönür. Tamamilə. Amigdala aktivləşəndə, beyninizin o məntiqi, rasional qərarlar verən hissəsi sönür. Siz artıq məntiq yürüdə bilmirsiniz. Çünki beyniniz sağ qalma rejiminə keçir. Vur ya qaç. Aydındır. Kitabda bununla bağlı o məşhur təyyarə hekayəsi var. Yəni Mel təyyarədə oturub və düz arxasındakı sərnişin heç bir şəkildə ağzını tutmadan aramsız olaraq öskürür. Klassik kabus. Hə. Melin amigdalası dərhal o yanğın siqnalını işə salır ki, bu adam məni xəstələndirəcək, mən 2 gün sonra böyük bir səhnəyə çıxmalıyam. O nə qədər mədəniyyətsizdir, qan təzyiqi qalxır, əzələləri gərilir, amma o an adamla dalaşmağın heç nəyi dəyişməyəcəyini dərk edir. Çünki dalaşmaq vəziyyəti ancaq daha da pisləşdirərdi.
Düzdür və ikili yamaşmanı tətbiq edir. Let him, qoy öskürsün, yəni mən onun ağzını fiziki olaraq bağlaya bilmərəm. O anda amigdalanın həyəcan siqnalı susur və dərhal let me gəlir. Yəni mənə icazə ver, burnumu öz şərfimlə bağlayım, qulaqcıqlarımı taxım və musiqinin səsini qaldırım. Öz mühitimi özüm qoruyum. Baxın, o qulaqcıqları taxmaqdan əvvəl aldığı o dərin nəfəs isə əslində vagus sinirini xəbərdar edir. Vagus siniri boyundan qarın boşluğuna qədər uzanan sinirdir, düzdür? Bəli, o sinir sistemimizin fiziki eyləc pedalı rolunu oynayan böyük bir şəbəkədir. Siz dərin nəfəs aldıqda vagus siniri beyinə mesaj göndərir ki, ətrafında real fiziki bir təhlükə yoxdur. Bu siqnal amigdalanı söndürür və məntiqi düşüncəni yenidən işə salır. Amma bax, burada mənim çox ciddi bir etirazım var. Təyyarədə o yad adamı qulaqcıqla qulaqardı etmək asandır. Bəs söhbət böyük haqsızlıqlardan gedəndə necə? Necə yəni? Yəni, təsəvvür edək ki, kimsə parkda itinin arxasınca təmizləmir və ətrafı bilərəkdən çirkləndirir. Və ya daha qlobal baxaq, yəni cəmiyyətə zərərli siyasi qərarlar verilir, haqsızlıqlar baş verir. Əgər mən bu hallarda da lətdim desəm, bu məni qorxaq, haqsızlığa göz yuman biri etmir, mən niyə sakitcə dayanmalıyam? Bax, bu nəzəriyyə ilə bağlı ən çox verilən və ən haqlı sualdır. Mənbələrdə bu məsələ ilə bağlı çox incə, lakin kəskin bir xətt çəkilir. Letdim hərəkətsizlik, təslimiyyət və ya haqsızlığa boyun əymək deyil. Bəs nədir? Söhbət reallığı inkar etməməkdən gedir. Siz keçirilmiş seçkini, verilmiş o siyasi qərarı və ya o insanın iti ilə saniyələr əvvəl etdiyi hörmətsizliyi keçmişə qayıdıb dəyişə bilməzsiniz. Bu hadisə artıq yaşanıb və fakt olaraq oradadır. Aha. Siz reallığa lətdem deyirsiniz ki, beyniniz amigdalanın həbsindən çıxa bilsin, o qəzəb dumanından xilas olsun. Çünki sizi yandırıb kül edən qəzəb haqsızlığı həll etmir. Amma beyniniz sakitləşən kimi dərhal let me addımı gəlir. Yəni mən hərəkətə keçirəm. Məhz. Let me deyirsiniz ki, mənə icazə ver, proseslərə fəal qoşulum. Gedim park gözətçisinə xəbər verim ya da yaxınlaşıb o insana tam mədəni şəkildə qaydaları xatırladım. Siyasi müstəvidə isə məsələn, səsimi ucaladım, kampaniyalara qoşulum. Ay sağ ol. Fərq ondadır ki, siz nəzarəti itirib parkdakı adama qışqırmaqla enerjinizi havaya sovurmursunuz. Əksinə, sakit şəkildə həmin enerjini real dəyişim yaradacaq bir hərəkətə çevirirsiniz. Çox maraqlıdır. Bu mənim yadıma başqa bir problemi saldı. Biz qəzəbimizi idarə etməyi öyrəndik, əla. Bəs başqalarının bizim haqqımızda düşüncələrini necə idarə eləyəcəyik? O ən çətinidir. Kitabda Mary'nin bir etirafı var. Oxuyanda heyrətə gəlmişdim. O, öz spikerlik biznesini sosial şəbəkələrdə paylaşmaqdan düz 2 il boyu qorxub. Niyə? Çünki köhnə iş yoldaşlarının onun haqqında bu özünü nə hesab edir deməsindən çəkinib. Yəni, düşünürəm ki, başqalarının fikirləri üçün narahat olmaq əslində heç vaxt gedib yaşamayacağım bir mənzil üçün hər ayın maaşından böyük bir kirayə pulu ödəmək kimidir. Niyə biz o boş mənzilə pul ödərik? Çünki təkamül prosesində insanın sağ qalması onun tayfasının onu qəbul edib etməməsindən asılı olub. Tayfa səni kənarlaşdırsa, sən tək başına təbiətdə saxlaya bilməzdin. Bizim beynimiz bugün də o proqramla işləyir. Yəni başqalarının tənqidini bioloji bir ölüm təhlükəsi kimi qəbul edir. Amma bugün tayfada deyilik axı. Düzdür. Və statistikaya baxaq. Tədqiqatlar sübut edir ki, bir insanın gündə orta hesabla 70 min düşüncəsi olur. Bu düşüncələrin çoxu xaosdur və bəli, bəziləri də sizin haqqınızdadır. Melon orada səmimi bir etirafı var. Deyir ki, mən öz ərini, uşaqlarını və itini dünyalar qədər sevən biriyəm. Aha, xatırlayıram oranı. Amma gün ərzində onların hərəkətlərinə görə içimdə onları nə qədər mühakimə etdiyimi, tənqid etdiyimi bir bilsəniz dəhşətə gələrsiniz. Bu o deməkdir ki, ən çox sevdiyimiz insanlar belə günün müəyyən anlarında bizim haqqımızda tənqidi düşünürlər. Bu normal bir zehin fəaliyyətidir. Yəni, bu aydınlaşdırma biraz yüngüllük gətirir, amma əgər qarşımdakı insan düşüncəsini içində saxlamırsa, təsəvvür edin, qarşımda 40 yaşlı yetkin bir həmkarım var və o qəfildən kiçik bir bəhanə ilə mənə qarşı qışqırmağa, uşaq kimi küsməyə başlayır. Mən bu böhranı necə dayandırım? Ən böyük səhv də elə budur, onu dayandırmağa çalışmaq.
Psixoterapevtlərin çox gözəl bir təsbiti var. Bugün küçədə, ofisdə gördüyünüz o yetkin insanlar əslində böyük bədənlərə həbs olunmuş 8 yaşlı uşaqlardır. 8 yaşlı uşaqlar? Bəli, onlar uşaqlıqda sağlam emosional tənzimləmə öyrənməyiblər. Küsürlər, qəfildən partlayırlar. Neyrobiyoloji olaraq bir emosiya sadəcə 90 saniyəlik kimyəvi bir dalğadır. O kimyəvi maddələr qana qarışır və 90 saniyə sonra təmizlənir. Yəni o oyuncaq mağazasındakı krizis kimi, istədiyi alınmayanda özünü yerə çırpan uşaq kimi? Tamamilə. Sağlam valideyn neynir? Uşağa qışqırmır, sadəcə o 90 saniyəlik krizisi yaşamasına icazə verir. Siz də qarşınızdakı o yetkin bədənli uşağa eyni cür yanaşmalısınız. Let them. Qoyun qışqırsın. Başqa bir yetkinin duyğularını tənzimləmək sizin vəzifəniz deyil. Amma mən bütün gün kiminsə krizisini dinləmək məcburiyyətində deyiləm axı. Düzdür. Və dinləmirsiniz də. Let them dedikdən dərhal sonra let me gəlir. Mənə icazə ver, sərhədlərimi cızım. Sən hazırda çox əsəbisən, mən otaqdan çıxıram, sakitləşəndə danışarıq. Siz onlara şəfqətlə yanaşırsınız, amma onların fırtınasını sizi udmasına icazə vermirsiniz. Öz mərkəzini qoruyursan. Bu həqiqətən rasionaldır. Ancaq məsələ ailəyə və həqiqətən dəyər verdiyimiz insanlara gəldikdə vəziyyət qəlizləşir. Bəzən ailəmizin fikirləri bizi çox dərindən yaralayır. Belə məqamlarda Liza Bilyeninus'un o istinad çərçivəsi anlayışı məncə çox köməyidir. O frame of reference anlayışı, çox önəmlidir. Bəli, hekayə belədir də, yəni Mel öz gələcək həyat yoldaşı Chris'i ailəsi ilə tanış edəndə anası Chris'i qətiyyən bəyənmir, soyuq davranır. Mel çox incinir. İllər sonra isə həqiqət üzə çıxır. Sən demə anasının o mənfi reaksiyasının səbəbi Chris'in pis biri olması deyilmiş. Anasının öz istinad çərçivəsi, yəni gənclik təcrübəsi fərqli idi. Armışdı və Melin də uzağa köçüb onu tərk edəcəyindən qorxurdu. Yəni o mühakimənin altında əslində itirmək qorxusu yatırdı. Yaxud kitabda başqa bir nümunə var. Toyuna günlər qalmış, evlənmək istəmədiyini anlayan bir gənc. Ailəsini məyus etməkdən dəhşətli dərəcədə qorxur. Məni narahat edən odur ki, əgər o gənc let me deyib toyu ləğv etsə, bu onu egoist birinə çevirirmi? Onlarla insanın məyusluğunu sadəcə bir kənara atmalıdır. Baxın, burada iki anlayışı ayırmaq lazımdır. Egoistlik başqalarını incitmək hesabına öz qürurunu oxşamaqdır. Amma başqalarının müvəqqəti məmnuniyyəti üçün həm özünün, həm də qarşı tərəfin 10 illiklərini bədbəxtliyə məhkum etmək fədakarlıq deyil, bu məsuliyyətsizlikdir. Psixoloq Dr. Lisa Deymurun çox təməl bir fikri var. Məyusluq və üzüntü sağlam psixi reaksiyalardır. Sizin vəzifəniz yetişkin insanları, xüsusən valideynlərinizi öz duyğularından qorumaq deyil. Yəni onların inciməsinə icazə verməliyəm? Bəli. Siz let them deyərək onlara məyus olmaq, sizə qəzəblənmək haqqı verirsiniz. Amma eyni zamanda let me deyib hər kəs üçün ən doğru olan o çətin qərarı verirsiniz. Bəzən doğru qərarın ən qəddar addım kimi hiss olunmasının səbəbi də budur. Doğru qərarlar müvəqqəti ağrı verir. Lakin zaman keçdikcə hər kəs öz yaralarını sağaltmağı öyrənir. Həqiqətən də, həyatın bəzən ədalətsiz olduğunu qəbul etmək insana azadlıq verir. Və ədalətsizlik demişkən, gəlin beynimizi içəridən yeyən başqa bir xəstəlikdən danışaq. Müqayisə. Mel Gear deyir ki, müqayisənin cəmi 2 növü var. İşgəncə və müəllim. İşgəncə odur ki, sən dəyişdirə bilməyəcəyin şeylərlə özünü yeyib bitirirsən. Məsələn, genetik xüsusiyyətlərlə. Bəli, qızı Sawyer'ın bədən quruluşu, bacısı Kendall'ın incə bədən quruluşundan fərqlidir. Və o, buna görə özünə işgəncə verir. Amma müəllim növü fərqlidir. Molly adlı bir dizaynerin hekayəsini xatırlayaq. Molly qonşusunun Instagramda ev dizaynı paylaşımları edib minlərlə izləyici yığdığını görür. Və dərhal qısqanclıq krizinə girir. Qonşunu mühakimə edir. Halbuki qonşu sadəcə öz işini görür. Niyə qısqanır? Çünki o uğur əslində Molly'yə illərdir qorxduğu üçün etmədiyi öz layihəsini xatırladır. Yəni, qısqanclıq əslində gələcəkdəki sənin indiki sənə göndərdiyi bir telegram deyilmi? Bax, sən bunu istəyirsən, amma qorxaqlıq edib işə başlamırsan. Tam olaraq, çox dürüst bir siqnaldır. Sabit xüsusiyyətlərlə müqayisə aparmaq zehni intihardır. Ancaq dəyişə biləcəyiniz məsələlərlə bağlı hiss etdiyiniz o qısqanclıq sizin ən sadiq müəlliminizdir. Çoxumuz düşünürük ki, kiminsə uğuru bizim məğlubiyyətimiz hesabına qazanılır. Amma elə deyil. Xeyr.
O qonşu Molye formulu göstərir. Burada yenə tənlik işə düşür. Let them qoyun, o qonşu uğur qazansın. Və dərhal sonra let me. Egonuzu kənara qoyun, mənə icazə ver bu qısqanclıqdan dərs çıxarım. Mən də kameranı açım və hər gün edilməsi tələb olunan o zəruri, yorucu, əzələ yaddaşı işlərini görməyə başlayım. İzləyici olmaqdan çıxın. Düşünürəm ki, biz bugün çox mürəkkəb görünən daxili xaosun həlli üçün aydın bir xəritə cüzdük. İstər arxanızda öskürən adam olsun, istər sizi unutmuş rəfiqələr, istərsə də ailəniz. Çıxış yolu var. O xəyali idarə etmə pultunu bir dəfəlik kənara atın, sən başqalarını idarə edə bilməzsən, let them, başqalarına özləri olmaq azadlığı ver. Ancaq o yelləncəyin təpəsində tək qalmayın, ikinci addımı atın, let me, özünüzə reallığı qəbul edərək hərəkətə keçmək azadlıq verin. Dünyadakı həqiqi güc nəyə reaksiya verib verməyəcəyinizi seçmək qüdrətindədir. Tamamilə razıyım. Və bağlamadan əvvəl sizə üzərində düşünməyiniz üçün fərqli bir fikir vermək istəyərəm. İndi, məhz bu saniyə sizi həyatınızda ən çox qıcıqlandıran o insanı düşünün. Zeyninizdə canlandırın. Bəs əgər o insan sizin həyatınızı pislik etmək üçün deyil, sizin özünüzdə dəyişməli olduğunuz, lakin üzləşməkdən qorxduğunuz zəiflikləri bir ayna kimi sizə göstərmək üçün xüsusi olaraq göndərilibsə, növbəti dəfə onunla qarşılaşanda dərindən nəfəs alın, let them deyin və onu bir düşmən kimi deyil, şəxsi inkişafınız üçün göndərilmiş bir dərs kimi görün. Let me dövrünüz artıq başlasın. Öz həyatınızın həqiqi sükanına keçmək cəsarəti diləyilə hələlik. Unutmayın, ətrafınızda qopan fırtınaları dayandıra bilməzsiniz. Ancaq gəminizi necə idarə edəcəyinizi seçmək sizin ən böyük gücünüzdür. Bizi dinlədiyiniz üçün təşəkkürlər.